Bugünkü dərsimiz oksigendir. Diqqətlə qulaq asın. Oksigen. Oksigenə təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlinir. Ümumiyyətcə hansı elementlərə həm sərbəst, həm birləşmələr şəklində rast gəlinir? K-Jones belə yadda saxlayın. Bunlara təbiətdə həm sərbəst, həm birləşmələr şəklində rast gəlinir. Birinci biz hidrogeni keçdik. Hidrogenə təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Bundan sonra halogen keçəcəyik, fosfordur, silisiumdur, yalnız birləşmədir. Bəs hansına həm sərbəst, həm birləşmə, həm sərbəst, həm birləşmələr şəklində karbon, oksigen, azot, kükürt. Yəni oksigenə həm sərbəst, həm birləşmələr şəklində rast gəlinir. Oksigenin nisbi atom kütləsi 16, nisbi molekul kütləsi isə 32-yə bərabərdir. 32-yə bərabərdir. Havanın emeri də 29 olduğunu bilərəkdən havadan ağır qazı İngil qaz. Havadan ağır olduğuna görə qabı üzü yuxarı tutmaqla toplamaq olar. Demişdik oksigen, hidrogen, azot heç bir su ilə reaksiyaya girmir. Suda həll olmur. Su ilə reaksiyaya girmədiyinə görə suyu sıxışdırıb çıxarmaqla toplamaq olar yoxsa yox? Olmaz. Su ilə reaksiyaya girdiyinə görə suyu sıxışdırıb çıxarmaqla girmədiyinə görə suyu sıxışdırıb çıxarmaqla toplamaq olar olmaz? Olmaz. Niyə ki? Girmirsə olar da. Girmirsə olmaz. Girmirsə Əgər olmaz. girmirsə su bunları sıxışdırıb çıxaracaq, elə deyil? Bəli. Amma girirsə və yaxud məsələn H-flor, H-xlor, H-brom, H-yod, H2 eslaq yumurta is verən qazdır da, onlar suda həll olur, su ilə girmir. Suda həll olur deyə su həmin qazları sıxışdırıb çıxara bilmir. Suda həll olanlar sıxışdırıb çıxara bilmir. Su ilə reaksiya girənləri sıxışdırıb çıxara bilmir. Amma oksigendir, hidrogendir, azotdur, dəm qazıdır, N2-odur, NO-dur, düz əmələ gətirməyən oksidlər CO-dur. Su ilə reaksiya girmir, suda həll olmur. Su həmin bu qazları sıxışdırıb çıxara bilər. Aydın oldu? Oksigen və O. Bu atomar oksigendir, bu oksigen molekuldur və O3-dəki ozondur. Yəni desək bunların hansı kimyəvi elementdir? Sizcə hansıdır kimyəvi element? Soldakı. Düzdür, bu kimyəvi elementdir. Amma bunlar nədir? Bəsit maddə. Bəsit maddə. Yəni O2 şəklində verilsə bu bəsit maddədir. O3 bəsit maddədir. Ayrılıqda mövcudluğu varsa bu bəsit maddədir. Amma o yox, o nəyin seçinə daxil ola bilər də? Bu kimyəvi elementdir. Atomar oksigen kimyəvi elementdir. Ozonun içinə hansı kimyəvi elementlər daxildir? Oksigen. Oksigen içinə hansı kimyəvi elementlər daxildir? Yenə də oksigen. Oksigen havanın tərkibində. Bəsitli kimyəvi element? Bəsit. Bəsit maddədir. Oksigen kimyəvi cədvəldə yeri. Kimyəvi element. Kimyəvi element. Oksigen hidrogenlə reaksiya daxil olur. Kimyəvi element. Yox, Oksigen bəsit maddə. O2 üstəgəl H2 reaksiya girirsə ayrıca bir maddə kimi mövcuddur da. Demək ki, bəsit maddədir. Oksigen guruldayıcı qazın tərkibinə daxildir. Bəsit. Bəsit. Yenə bəsitdir. 2H2 üstəgəl O2 isə demək ki, burada bəsit haldadır. Guruldayıcı qaz necə yazılırdı? H üstəgəl O2. 2H2 üstəgəl O2. Su qazı CO və H2. Amma CO üstəgəl 3H2 sintez qazı. Sintez qazı ilə. Bu belə. Sonra Sintetik qaz. oksigenin iki allotropi şəkilləşməsi var. O2 və O3. Allotropi şəkilləşmə nə deməkdir? Eyni bir kimyəvi elementin müxtəlif bəsit maddələr əmələ gətirməsinə, yəni müxtəlif bəsit maddələr şəklində mövcud olmasına allotropiya deyilir. Əmələ gələn həmin bu maddələrə allotropi şəkilləşmə deyilir. 5 dənə elementin allotropi şəkilləşməsini keçmişdik. Oksigenda 2 dənədir. Fosforda 3 dənədir, ağ, qırmızı, qara. Kükürddə 2 dənədir, kristallik və amorf kükürt. Silisiumda da 2 dənədir, kristallik və amorf silisium. Karbonda 4 dənə, almaz, qrafit, karbon, fillerin. Bunlar allotropi şəkilləşmələrdir. Yenə deyirəm, eyni bir kimyəvi elementin müxtəlif bəsit maddələr əmələ gətirməsinə allotropiya, əmələ gələn maddələrə isə allotropi şəkilləşmə deyilir. Allotropiya hansı səbəbdən yaranır? 2 səbəbdən yaranır. Bir, molekulda atomların sayının müxtəlif olmasına görə, oksigenda olduğu kimi bununla bunun fərqi atomların sayının müxtəlif olması. Bir də kristal qəfəsinin müxtəlifliyinə görə, məsələn deyək ki, fosforda ağ, qırmızı, qara fosfordur. Ağ fosfor keçmişdik, asan əriyən bərk maddə deyə molekulyar kristal qəfəslidir. Qırmızı və qara çətin əriyəndir deyə atomar maddədir. Yəni allotropiya 2 səbəbdən yarandı. Atom sayının müxtəlifliyinə görə, bir də kristal qəfəsinin müxtəlifliyinə görə. Bunların fərqlərini yazaq. Görürük də bu 2 atomdan ibarətdir. Bu 3 atomdan ibarətdir. Bunun emeri 32-dir, bunun emeri 48-dir. Oksigen havada rəngsizdir, elə deyil. Rəngsiz. Ozon isə mavi rənglidir. Mavi.
Deyirlər ozon qatı. Bax o mavi rənglidir. Oksigen iysiz, ozon xoş iyilidir. Oksigen zəhərsiz, ozon isə havada çox olanda zəhərlənmə ola bilər. Amma hər ikisinin ortaq xüsusiyyəti nədir? Hər ikisi qazdır. Hər ikisi qaz olduğuna görə bunlar adi şəraitdə yox, bərkimiş halda bütün qazlar, mayelər bərkimiş halda molekulyar kristal qəfəsdir. Yəni hər ikisi molekulyar kristal qəfəsə malikdirlər. Oksigen çox olan adamı öldürə bilər məni. Oksigen çox olanda o bəzən o ağciyər xəstələrinə oksigen o qədər çox verirlər ki, deyirlər ciyərdə buzlaşma gedir, korona kimi. Hə. Bax, oksigen çoxluğu bəsnə, oksigen çoxluğu da ziyandır. Hər şeyin qədəri var da. Adam ciyərləri partlayaraq oksigenlə müəyyən bir hissə qəbul edir də insan. Sən ağciyər belə birbaşa oksigeni vuranda əlbəttə ki, ciyəri partladar. Bu belə. Sonra indi keçək oksigenin alınması. Sənayedə bircədən alınma üsulu var. Məsələn, hidrogenin sənayedə alınmaları CH4 ilə, karbonla alınmaları idi da. Demişdik, CH4 3 dərəcədə parçalanır. CH4 su ilə, CH4 karbon qazı ilə, karbon su ilə girəndə CO və hidrogen alınır. O sənayedə idi. Oksigenin bir dənə sənayedə alınma üsulu var. Havanı fraksiyalı distil edirlər, alırlar oksigen. Bu sizcə fiziki hadisədir, kimyəvi hadisə vaxt keçmişdik. Fiziki, havadan oksigenin alınması fiziki, sudan oksigenin alınması reaksiya nəticəsində alınır da. Su parçalanır ki, oksigen əmələ gəlir. O kimyəvi hadisədir. Çünki yeni bir maddə əmələ gəlir. Sənayedə bir dənə havanın fraksiyalı distilləsindəndir. Tutardı. İndi laboratoriyada isə reaksiyalardan alınır. Yəni laboratoriyadan alınan oksigen kimyəvi hadisələr. Çünki reaksiyalardan alınır axı. Bir, bax, əzbər öyrənmək lazım. Bir, bunun adı sizcə nədir? Yəni kalium xlorit mi, xlorat mı, perxlorat mı? Niyə? H-xlor, xloratdır. H-xlor, xlorid, idı daxırı. H-xlor O, hipoxlorit. H-xlor O2, xlorid. H-xlor O3, xlorat. H-xlor O4, perxlorat. Bu xloratdır. Kalium xlorat. Mangan 4 oksin katalizator ilə parçalananda bunun digər adı Bertollet sudur, əzbər biləsən. Kalium xlorid və oksigen alınır. Yəni deyiləndə ki, Bertollet suyundan oksigenin alınması kimyəvi reaksiyanın hansı tipidir? Parçalanma tipidir. Bertollet su kalium xlorat və ya Bertollet su deyilir. Məsələn, kalium manqano-4-ün, kalium permanganatın digər adı nədir? Kalium manqano-4-ün digər adı nədir? Üzvü kimyada demişdik. O deyirəm də kalium permanganat digər adı nə idi? Margansovka. Yazıca çür, üzvü kimyada doymuş karbohidrogenlər, alkan və sikloalkanlar, Hüseyn. Kalium permanganatlı, yəni margansovkalı suyu bənövşəyi rəngdə olur. Bəlkə də görmüsünüz. Adlarını bilək. Bu da kalium xlorat və ya Bertollet sudur. Özü katalizatorun iştirakı ilə parçalananda bu alınır. Amma katalizator verilməsə, temperaturda verilsə, oksigeni heç olmayan və oksigeni ən çox olan alınacaq. Kalium xlor və kalium xlor O4. Bizim bugünkü dərsimizdə yuxarıdakı aiddir. Bertollet suyundan, katalizatorla kalium xlor və oksigendir. Katalizator verməsə kalium xlorid, oksigen olmayan və ən çox olan. Bu bir yol. 2. Ağardıcı əhəng. Ağardıcı əhəng nədir? Kalsium xlor O. Bu H-xlor O-dan götürülür. Baxa, bir valentlidir. Bu bir, bu da 2. Bunun adı nədir? Həm ağarıcı əhəng deyirlər, həm də digər adı nədir? Kalsium nə? Xlor. Kalsium xlorid. Niyə? H-xlor O-dan götürülüb. Oksigeni ən az olanda hipo sözündən istifadə edilir. Kalsium hipoxlorid. Parçalananda alınır kalsium xloridi və oksigen. Başqa bir solu civə, 2 oksidin parçalanmasından nə alına bilər bundan? Civə Üstəgəl oksigen, başqa nə alına bilər ki? Məsələn, suyun elektrolizi deyə bilərik. Suyun elektrolizi nə alınır? H2 üstəgəl O2 alına bilər. 5-ci, bunun adı nədir? Kalium mangan O4 bayaq dedik. Kalium manganat. Kalium permanganat. Manganat olsaydı, kalium 2 mangan O4 yazılır. Çünki H mangan O4 permanganat turşusudur. Mangan O4 bir valentlidirsə permanganatdır. Yox, bu bir valentlidir də. Əgər bu 2 valentli olsaydı o manganatdır. Kalium permanganat parçalanır, alınır kalium manganat. Üstəgəl mangan 4 oksid, üstəgəl oksigen. Hələ var, silib yazacağım, prosa bir də deyim.
Sənayedə havanın tərkibindən alırıq. Laboratoriyada Bertolli-Tuzunun parçalanmasından, katalizatorun iştirakı ilə əzbəri samsını, kalsium hipoklorid və ya ağır cəhəngin parçalanmasından, civək oksin parçalanması, suyun elektrolizi, kalium permanganat parçalananda kalium mangano4, kalium 2 mangano4 manganatdır. Manganatdır. Kalium permanganatdan kalium manganat, mangan 4 oksid və oksigen əmələ gəlir. Təbiətdə sizcə oksigeni necə alırıq? Dəniz yosunlarından. Balıq zatsan sən yosundan zatda, sən yosundan Havadan, dəyişir. havadan. Yox, yosundan çıxır. Təbiətdə bizə oksigeni nə verir? Ağaçlar verir. Meşə. Ağaclar, meşə, prosesin Mən adı meşələrdən nədir? çox dəniz verir amma, okeanlar verir. Okeanda nə verir? Oradan, Ben de oradakı bitkilər verir daha çox müəllim. Mən Orada Orada araşdırmışam. balıqları verir. Yox, Danışma oksigeni sən. ən çox Danışma. Biz dənizdə. yaşadığımız yeri, bizə oksigeni hansı Ağac, proses ağac, nəticəsi, ağac. ağacdan hansı proses Fotosintez. nəticəsi, fotosintez. Onda Bakı şəhərində ağac Hə, çox var. yaxşı. Onda belə çox Orada. nəfəs almır da mən. Onlar da dənizdən gəlir də. Çox dərin fikirləşir. Yox. Bax, indi rayona gedəndə bir də burada məsələn, burada çöldə otursan, məsəl üçün deyirəm, Rayonda. qulaq, çay içmək sənə belə bir maraqlı gələr. Çöldə oturmaq isə rayonda Hmm. ağacların altında. Ağacların altı sanki adama bir huzur verir. Oksigen zənginliyi, Oksigen. təmiz hava. Özü bilməm, şey Yox. tanıyır. Bağlayırlar. O şey eləyir. Yox, qapı O ilə çıxmadı. bilmədim, zinlər Şey, eləyir. müəllimə. Hə, indi dediyimiz kimi fotosintezi yazaq. Fotosintez prosesi nədir? Bitkilər havadan oksigen, karbon qazını və suyu alır. Bax bitki. Havadan karbon qazını və suyu alır bitki. Günəş işığının təsiri altında, indi biologiya hissələrindən desə yaşıl hüceyrələrdə baş verir də fotosintez, xlorofildə deyirlər. Bitki havadan bunu və bunu alır və özünə lazım olan glikozanı hazırlayır. Və bir də bu oksigen alır ki, oksigen də yenə bizə də lazımdır. Bildiniz nə deyirəm? Təbiətdə oksigen fotosintez reaksiyası nəticəsində alır. Fotosintez reaksiyasını göstər. Bitki havadan, bitkinin qidası budur. Karbon qazı və suyu alır, qidalandırır özünü bax glikoza ilə. Glikoza və oksigen əmələ gəlir. Təbiətdə bu üsuldan alırlar. İndi biz bunu əmsallaşdırsaq, düz indi onun şeyi deyil, prosta yenə deyim də. Buradan görünür ki, fotosintezdə neçə həcm karbon qazı udulursa, o qədər həcm oksigində ayrılır. Yəni sabah məsələdə düşəndə ki, məsələn, fotosintezdə 50 litr oksigen ayrılıbsa, neçə litr karbon qazı udular? Bir-birinə bərabərdirmi? 50 litr ayrılıbsa, demək 50 litr də girər. Belə də bilməsəz, əmsallaşdırasınız, üstünə 50 litr, x litr, altından 6 bölü 22,4, 6 bölü 22,4 tapası eynidir. Yəni fotosintezdə bitki nə qədər karbon qazı daxil eləyirsə, udursa, o qədər də oksigen qazı ayrılacaq. Bu təbiətdədir. Sonra başqa sualtı qayıqlarda və kosmik gəmilərdə oksigen necə alırlar? Yəni oksigenin bərpası reaksiyası deyirlər. Natrium peroksidinin üzərinə bunu hardan bilinən peroksiddir? 2 elementdən biri oksigendir və həmin birləşmədə oksigenin oksigenləşmə dərəcəsi -1-dirsə, bu peroksiddir. Arasına Bu mənim deyir, ona siyasət görə qoyur. belə qoyulur. Hə. Kalium superoksiddə kalium O2 belə yazılır, değil mi? Amma bunun dimirini desəm, bunu 2 dəfə artmış versiyada götürəcəyik. Kalium peroksidin dimirinə karbon qazı ilə təsir etməklə oksigenin bərpası reaksiyasıdır. Sualtı qayıqlarda və kosmik gəmilərdə oksigeni belə alırıq. Alınır natriumun karbonatı, karbonat 2 valentlidir, H2CO3-dən götürülür və oksigen qazı. Kaliumun karbonatı, üstəgəl oksigen qazı. Deməli, oksigeni sənayedə havanın tərkibindən aldıq. Laboratoriyada Bertolli-Tuzunu parçaladıq. Ağardı cəhəngin parçalanması, suyun elektrolizi, civək oksin parçalanması, təbiətdə fotosintez reaksiyası nəticəsində oksigenin bərpası sualtı qayıqlarda və kosmik gəmilərdə natrium peroksid və kalium superoksidin dimirinə karbon qazı ilə təsir etməklə oksigeni almaq olar. İndi keçək kimyəvi xassələrlə. Yəni oksigen nə ilə reaksiya edir? Kimyəvi xassə budur da. Kimyəvi xassələrin çoxun keçmişik. Çoxun keçmişik. İndi bəlkə biri təzə çıxar, ya çıxmaz. Birinci metallarla reaksiyasına baxaq. Yazıda düşür metallardan qızıl, gümüş, oksigen, qızıl, gümüş, platin oksigenlə reaksiyaya girmir. Elə deyil. Hansı metallar idi ki, oksigenlə reaksiyaya girirdi, amma oksid alınmırdı? Alüminium, alüminium neydi? Qızıl idi. Qızıl, gümüş, platin oksigenlə reaksiyaya girmir. Hansısa metallardır ki, oksigenlə girir, amma oksid əmələ gətirmir. Natrium və kalium metalları oksigenlə girir,
Amma oksid alınmır. Yəni durub yaza düzdür. Natrium 2O yaza bilmərəm. Natrium 2O2 natrium Əllətmə. peroksidi. Kaliumunda superoksid mane olmayın dərsə. Kaliumunda superoksid alınır. Görürsüz deməli natrium 2O bu oksiddir də, bu ekvivalent bu da. Burada da ekvivalent bir valentdir. Yəni oksidaşma dərəcəsi -2 olduğuna görə oksiddir. Kalium oksidi birbaşa reaksiyadan almaq olmur. Yəni natrium oksigenlə girəndə oksid alınmır. Kalium oksigenlə girəndə alınmır. Bəs bunları necə alar? Dolayı yolla aldığımı peroksidi. Həmin bu peroksidin üzərindən natrium metalını gəlməklə ala bilərik. Kalium peroksidinin üzərinə kalium metalı gəlməklə almaq olar. Deməli, metallardan qızıl, gümüş, platin oksigenlə reaksiya girmir. Natrium və kalium oksigenlə girir, amma oksid alınmır. Peroksid və superoksid alınır. Amma digər metallar isə oksigenlə reaksiya girərək oksidin əmələ gətirirlər. Lövhəyə baxın. Məsələn, 1 valentli metaldır, litium, 2 valentli metal kalsium, 3 valentli metal alüminium. Dəmir 2 də olur, 3 valentli də olur. Bunların hamısının oksigenlə reaksiyasını yazsa, hərəsi öz valentliyinə uyğun olan oksidi alınır. Litium oksigenlə girəndə axı bu 2 valentlidir, bu 1. Kalsium da 2 valentlidir, oksigen də 2 valentlidir. Alüminiumu bilirik axı 2, bu da 3. Dəmirin isə qarışıq oksidi. Alüminium 2, düz o 3. Dəmirdə isə qarışıq oksid. Dəmir 3 olur. Dəmir yanığı və ya maqnetid adlanır. Qarışıq oksiddir. Burada dəmir həm 2 valentlidir, həm 3 valentlidir. Oksidaşma dərəcəsinə gələndə -8-dir. Müsbət 8/3-dən hesablanır. Aydın oldu. Bu metallarla reaksiyası. Gələk qeyri-metallarla reaksiyasına. Görək oksigen hansı qeyri-metallarla girir. Bax, hələ ki təzə alınma reaksiyalarını təzə keçdik. Hələ kimya xassədə bir dənə təzə yoxdur. Keçmişik. Karbon oksigində natamam yananda nə alınar? Bəs tam yananda nə alınar? CO, burada CO2. Deyin görüm, dəm qazı yananda nə alınar? Karbon qazı. Amma karbon qazı yanmır, keçilib də. Əksinə karbon qazı yanğını söndürən qazdır. Sonra S üstəgəl O2 alır. SO2. SO2 üstəgəl O2. SO3. SO3 kül-altı valentdən artıq göstərmir, axı girməz. Fosfor üstəgəl O2. P2O3 də alına bilər. P2O5 ağ tüstü şəklində higroskopik soğuducu maddədir. Qazların qurudulmasına istifadə edilir. Bir P2O5-dir, bir keçəcək qatı sulfat turşusu, bir də SO3-dür. Yadda saxlayın. SO3 qatı sulfat turşusu və P2O5 higroskopik maddədir. Yəni soğuducu maddədir. Yəni suyudur deyə qazların qurudulmasına istifadə edilir. Bəs P2O3 oksigenlə girəndə nə alınır? O5. P2O5. Bəs P2O5 oksigenlə girəndə oksigenlə reaksiya girmir. Sonra Murad desin, Murad N2 üstəgəl O2 nə alınır? Özdə bu reaksiya yanma yox ha. Yadınıza düşür, oksidləşmə reaksiyası. Bu reaksiya bütün birləşmələr müsbət olduğu halda bu mənfidir. Bir də karbon üstəgəl S-lə olan mənfidir. Cavab nə alınır? Şimşəyin çaxma reaksiyası. Da bunu bilməmək NO-dur və denən də NO. Murad, NO-suz oksigen gəlmək istəyir. NO rəngsiz qazdır. Amma NO oksigenlə girəndə qonur rəngli, zəhərli qaz alır. O hansı qazdır? Zəhərli qaz. Karbon qaz. Yox. NO2. Nəfəs zamanı karbon qaz verirsən bayaqdan da ölməliydik ki biz. NO2. NO2 qonur rəngli zəhərli qaz budur. Bu rəngsiz qazdır. NO2 oksigenlə girəndə nə əmələ gəlir? N2O5. N2O5 amma bərk haldadır ha, biləsə o qazda deyil. N2O5 oksigenlə girəndə nə alınır? Girməz. Hüseyin, xlor üstəgəl oksigen nə alınır? Xlor O. Kim deyən? Halogenlərin heç bir oksigenlə girmir. Flor, xlor, bromiyot heç bir oksigenlə girmir. Təsirsiz qaz üstəgəl oksigen girməz. Təsirsiz qaz ümumiyyətcə heç nə ilə reaksiya girmir. Sonra oksigen də hidrogendə demişdik bunu. Hidrogen, oksigen, azot nə su ilə girmirlər. Ona görə suyu sıxışdırıb çıxarmaqla toplamaq olar. Nə istənilən bir əsasla girmirlər. Nə turşu ilə reaksiya girmirlər. Nə istənilən bir doz yazaq, heç biri ilə reaksiya girmir. Aydın oldu nə deyirik? Sonra oksigen haqqında nələri demişdik. Hətta demişdik ki, o vaxt oksidlərdə keçəndə ola bilər vərəqdə yoxdur. Gələcəkdə keçəcək. O gələcək gəlib çıxır. Bugün o gələcəkdir.
İndi oksigenlə istənilən üzüm maddə yananda nə əmələ Karbon gələr? qazı. Karbon. Düzdür, karbon qazı və su istənilən üzüm maddə yananda. Məsələn, sink S yananda nə əmələ gələr? Bu da piritdir. Dəmirdə 2 valentlidir, kükürt də 2 valentlidir. Sadəcə keçmişdik oksidaşma dərəcəsi müsbət 2, bu da mənfi 1. Bunu harda keçmişdik? Birinci dəfə o vaxt keçmişdik ki, metal və deməli, bunları keçmişdik ki, yananda nə? Bunu harda rast gəlmişik? Birinci demişdik, metal və qeyri-metal var, iyon rabitəsi var. İyon rabitəsi olduğuna iyon kristal qəfəsi var. Sonra quruluş formulunu yazmışdıq ki, dəmir 2 valentlidir. Kükürdlərdə 2 valentlidir. 2 dənə iyon var, bir qeyri-polyar kovalent rabitə var. İlk olaraq orada keçmişdik. Sonra oksidaşma dərəcəsində demişdik ki, kükürd 2, 4, 6 valentlidir. 1 valentli olmur heç vaxt. Burada elə bilməyin kükürt 1 valentlidir. Piritdə kükürdün oksidaşma dərəcəsi heç bir elektron konfigurasiyasına uyğun gəlmir. Çünki oksidaşma dərəcəsi təklərin sayı ilə müəyyən edilirdi. Bunda mənfi 1 isə bir tək elektron olan yoxdur axı. Deməli, bunu yəni orada yazmışdım. Bunlar yananda nə əmələ gəlirdi? Bununla bu birləşər. Birləşir. Bununla da bu birləşər. Burada dəmir 2 valentli olsa da pirit yananda dəmirin 3 valentli oksidi və S-lə oksigen birləşən də SO2 alınır. H2S yananda yadınızdadır demişdik tam yananda SO2 və su əmələ gələr. Elə deyil. Sonra amonyakın yanması keçilib bunu o vaxt oksidlərdə də demişdik. İndi də keçirik. Kükürddə də, azotda da keçəcəyik. Amonyak oksigində temperaturda da yana bilər və katalizatorda da yana bilər. Elə belə temperaturda yananda azot və su alınır. Katalizator verəndə bu da bundan birləşir. NO və su əmələ gətirir. Yadda qaldı. Görürüz, bu bayaqdan yazdığım bu reaksiyalardan bir dənə oksigenin alınmalı reaksiyalar hamısı təzə idi. Kimyəvi xassələr hamısı keçilib. İndi ozon haqqında məlumat verək. Ozon dedik, oksigenin allotrop şəkilləşməsidir. Yer səthindən 25-30 km hündürlükdə bizi ultrabənövşəyi şüalardan qoruyur ozon qatı. Alınması necə? Testdə ancaq bu düşür. O2-dən O3-ün alınması. 3 həcm oksigendən elektrik boşalması verəndə, elektrik cəryanı, bu zaman 2 həcm ozon əmələ gəlir ki, bunu ozonator adlı cihazda alırlar. Ozonator nədir? Ozonu almaq üçün lazım olan cihaz. Ozonatorda xammal nədir? Xammal nə tökmüşük bura? Xammal oksigendir. Məhsul nədir? Məhsul isə ozondur. Yəni ozonatorda oksigendən ozonun alınması 3 həcm oksigendən əmsallaşdırıldı 2 həcm ozon alınır. Bir alınma reaksiyası budur. Bir də bu da düşür testlərdə, az da sallarda görürəm. Barium peroksidin üzərinə qatı sulfat gəlməklə, duru yox ha. Qatı gələndə alınır barium SO4. Baxın, duru, məsələn bu olmasa nə baş verər? Barium SO4 üstəgəl H2O alınır. Elə deyil. Amma bu olsa, əgər duru olsa, duru H2O2 alınır. Amma biz ozon dərsini alınmazsa, qatı olanda alınır ozon üstəgəl H2O. Barium peroksidin üzərinə qatı sulfat gələndə barium SO4, H2O və ozon əmələ gəlir. Aydın oldu. Ozonun 2 dənə alınma reaksiyası var. Kimyəvi xassələri. Kimyəvi xassəsinə nə edək? Bax, məsələn, testdə verilir ki, atomar oksigen güclüdür. Oksidləşdiricilik xassəsini deyirəm ozondan. O da güclüdür oksigendən. İndi deyilir ki, ozonun oksigendən güclü oksidləşdirici olduğunu təsdiqləyən reaksiya hansıdır? Biz bilirik ki, oksigen gümüşü oksidləşdirmir, yəni reaksiyaya girmir. Amma ozon gümüşü oksidləşdirir. Nə alınır? Arginin 1 valentlidir oksidi və O2. Yəni oksigenin oksidləşdirə bilmədiyi gümüşü ozon oksidləşdirə bilir. Ozon reaksiyaya girir də. Deməli, ozonun oksigendən güclü oksidləşdirici olduğunu sübut edən reaksiya budur. Aydın oldu? Bir dənə reaksiyamız qaldı. Oksigeni nə ilə təyin edirlər desə, bu havada oksigen olduğunu hardan bilərik? Nəfəs almaqla. O heç nəfəs aldıqsa, əlbəttə canlı varsa, nəfəs aldıqsa demək ki, burada oksigen var. Başqa. Yandırmaqla. Görürsünüz, uşaq düz deyir. Əgər spişkanı yandırır, burada spişka yanırsa, demək ki, havada oksigen var da. Belə banka qoyanda görürsünüz, çevirən kimi bankanı oksigensizlikdən orada sönür. Yəni, qapalı mühitdə yanma olmur da. Yanır, həmin dəqiqə oksigen qutarır, yəni oksigen sərf olunur. Açıq havada, xüsusən
Niyə görə yanma meşələrdə daha sürətlə yayılır? Oksigen zənginliyinə görə. Oksigen çox deyil, orada yanma daha çox olur. Yəni maddəni yandır deyəndə üzərinə oksigen gəlir. Bir sözlə oksigen necə təyin edirik? Yanan çöplə. Ay bala. Amma ozonu nə ilə təyin edirik? Qulaq asın, ozon təyinəçisini yazaq. Kalium yod məhlulu ilə kalium yod, üstə gəl ozon, üstə gəl su. Məhlulu deyəndə suya qarışdıraq. Alınır kalium hidroksid, üstə gəl yod, üstə gəl oksigen. Ozonun təyin edici reaksiyası kalium yod məhluludur. Ozon və suyu gələndə kalium OH, yod 2 və O2 alınır. Amma oksigenin təyin edicisi yanan çöplə təyin etmək olar. Yəni bunlardan başqa heç bir sual düşmür. Bu dərsi yaxşı oxusaz, hamısı bu suallardır. Gürüldayıcı qazın tərkibi necə dedik? 2H2 üstə gəl O2. Su qazı və sintez qazının formulu. CO2. S plus H. CO üstə gəl H2. Bu su qazıdır. CO üstə gəl 3H2. Sintez qazı. Sintez qazı. CO2 yox, dəm qazı və hidrogendir. Hələlik yəni oksigen, ozon bu dərs idi.